Hacı daha vəziyyəti tozif mi? Mən 3 ay bundan qabaq getdim döydüyə. Bəli. Döydü dedi, gərək əməl olasan. MRA paydım baxdı, dedi, gərək əməl olasan. Diski gərdənimdən, bəli. Dedi, 3 mührüm vacibdir, gərək bu dəqiqə yatsan və səlam. Həzinə nə mən istəmişdir? O həyəcanısına axı söhbət eləmədik. Sonra duydum, gəldim yanından. Düz oranı duydum, gəlmədilər ki, və qoy danışaq. Bəli, olay pişnahət verdi, bəli, qəbul eləmədim, dün gəldim Bakıda. Bəli, gəldim ondan sonra geydim, təzən ayı döydüyə, maşını qollarım tutdular başıydım. Əllərində qüdrət olmadı fərq? Bəli, qollarım düşdü yanıma, aşırım maşını. Yox, suya maşını yeşildik gəldim, 2 gün 3 gün suya gəldim, ayaqlılardan yana. Təzənlə bir anadan oldum o baxandan suya. Necəsə işlədin və getdin? 3 gün sonra bir də gəldim. Ondan sonra gəlmədim, getdim, bir dənə ay yemək elədim, bir ay fasilə ilə. Bir ay fasilə ilə. Yox, onda paydım döydüyü baxdı biləmə. Dedi, bu MR-lə ikisi bir nəfərin də, yəni şey olsa, inanmayan bu iş olur. Və mən gəldim, işimin dalısını tutdum da, arkada gəldim. Vəziyyətindən izləmin? İndi anadan olmuşam elədik. Əllərini ağrımaz. Həmçinin yaşayasın məndə.